Mənim dədəm öləndə biri də gəlmədi, qapımızı döymədilər. Zəhnim gedir onların adı gələndə. Sonra Mağabala dedi ki, göyə gəliblər. Amma mən görmədim. Az yəqin vaxtları olmayıb da səndə. Bax, bu tamı anda olsun, mən sənə deyirəm ki, ona görə deyil. Biz kasıbıq axı, ona görə gəlməyiblər. İndi Bəbir müəllimə bir şey olsun, gör necə sülalə ilə tökülüşüb gəlirlər hamısı. Söz danışdın da. Başda ağzımdan çıxdı, elə demək istəmirdim. Allah Bəbir müəllimin canını sağ eləsin. Allah onu bizim başımızın üstündən əsti eləməsin. Allah ağabalanın ömründən kəsin, Bəbir müəllimin ömrünə calasın. Sənin də keyfi pozdum, Əsər. Uçurdum xoşbəxtlikdən. Mənə bax. Bəbir təklifini eləyib, cavab gözləyir. Deyirəm, halal olsun da sənə. Bəbir müəllim kimi adama istədiyi verətdirirsən də. Amma niyə gedib evində təklif eləyib? Vacib idi gəlib evində gedib eləyəydi o təklifi. Sənin lap əsəblərin korlanıb. Əsas odur ki, təklif eləyib. Nə fərqi var? Sonra nə istəyər? İki göz. Biri əyri, biri düz. Askar özünsən. Mən görmürəm nə necədir. Allahımdan istəyirəm də o evdən çıxmasınlar. Ondan sonra görərlər xavərin üzünü.